Manana! Это необходимо. Hiç bilirsiniz necə gözəl oynayır? Belə. Я девушка восточная. Böyük bir qəbahətdir. Veriliş deyil, avantyuradır. Azərbaycan estradasının zulası. А ну-ка, аплодисменты, девочки. Bomba! Yarım saatinizi bizə həsr edin. Dünyanı ayağınıza gətirək. Salam, siz yenə də Lider TV-də Bumerang Show proqramına baxırsınız və sizinlə mənəm Ayna. Bumerangçılarımız da öz yerində. Əsas məsələ çatışmır. Bu kimdir? Əlbəttə ki, qonağımız. Populyar mühənnimiz İlqar Xəyal. İlqar Xəyal və İlqar Xəyal. Doğum tarixi məlum deyil, amma Karvan qrupundan bir neçə il əvvəl dünyaya gəlib. Özü haqqında bütün məlumatı elə özü də deyəcək. Çünki bu 30 dəqiqə ərzində Bumerang Show-nun hədəfidir. İlqar, necəsiz? Yaxşıyam, sağ olun, yaxşıyam. Oğlunuzu niyə gətirmədiniz? Oğlum bir balaca xəstədir, öskürür, ona görə gətirə bilmədim. Amma gələn dəfə inşallah gətirəcəm özümü. Onda suallar başlamazdan əvvəl sizdən bir mahnı rica edirəm. Böyük məmnuniyyətlə, ancaq bir şərtlə ki, hamımız birlikdə rəqs edəcəyik. Yaxşı? Okey. Çox populyar bir musiqi səslənir. Bravo! Düştü, diline şimşek düştü, alıştı.
keçirik suallara, yəni bumeranglara. Uşaqlar, hazırsınız? Bəs siz? Пяли. Какая у вас любимая песня? Ну, как тебе сказать, у меня очень много любимых песен. Я, например, из своих песен, я все свои песни люблю. Например, песня, которая меня сделала популярным. И благодаря этой песне я занял первое место на «Золотом осени» 88. И благодаря этой песне я стал популярной звездой азербайджанской эстрады. Я стал работать в группе «Карван». Вы, наверное, не знаете эту группу. Но ваши родители знают об этом. Я долгое время работал в группе «Карван». Очень популярная группа была, но, к сожалению, она сейчас распалась. А почему она распалась? Ну, это, в принципе, не детские проблемы. Там у нас были финансовые проблемы. После распада Советского Союза было такое время, Советский Союз, когда мы вступали в ряды пионеров, там, комсомольцев и так далее. Вы знаете, кто такие пионеры вообще? Да. Кто такие? Я вам задаю теперь вопрос, да? Вот, вы не знаете. Вот я, например, мне когда было 10 лет, я уже был примерным пионером. Я носил звездочку с... Красный галстук. Да, красный галстук. Потом я стал в 8 классе стал комсомольцем. Вот, партийным я еще не был, конечно. Потом в 90-м году вот был распад Советского Союза. Давайте не будем поддаваться в политику. Продолжаем наши вопросы. Вы любите машину водить? Машину водить, честно говоря, я ненавижу. Но, к сожалению, приходится водить. Я никогда, в принципе, не водил машину, потому что всегда возили меня, у меня всегда был свой водитель. Ну, я еще раз повторяю, к моему большому сожалению, в последнее время мне приходится самому водить машину. Почему вы всегда одеваете костюм на голое тело? Вы ли не любите рубашки? Хороший вопрос. Я не всегда одеваю костюм на голое тело. Я только на сцене одеваю костюм на голое тело, потому что, может быть, это мой имидж, может быть, это моя манера выделить, как тебе объяснить, свое телосложение, будем говорить. Я же не зря занимался долгое время спортом. Почему вы не снимаете шляпу, очки и шубу? А где ты видишь шубу? Пальто, не знаю. Я же сказал, это мой имидж. Я никогда не сниму это одеяние, потому что я всегда буду выступать черным, я буду всегда в очках, я буду всегда одевать кожаные брюки, кожаную жилетку, шляпу. И так до конца. Вы сказали, к сожалению, у меня нет водителя. Финансы поют романсы. Нет, финансы не поют романсы. Он всегда у меня был, просто дело в том, что данное время, данной ситуации, я считаю, что это немножко нерентабельно держать водителя, потому что я, в принципе, зарплату водителя могу получить и сам тоже, верно? У меня есть масса других проблем. Например, купить песни, снимать клипы, заказывать слова к этой песне, заказывать сценарий. То есть это все деньги, требует больших денег, и немножко было бы нерентабельно еще держать водителя, охрану, все и так далее. Но когда я работал в группе «Карван», у меня всегда были, вплоть до моего директора, стоп. Siz yeni ildə kimdən keçirəcəksiniz və harda? Ben yeni ili ilk növbədə sizinlə keçirdəcəyəm. Yeni ildə mənim bir neçə dəvətlərim var. Yəni, balaca bəbələrin qarşısında çıxışlarım olacaq.
Körpələr evində səhv eləmirəmsə elə burada çıxışdan qabaq, yəni çəkilişdən qabaq mənə təklif olundu. Həmin deməli konsertdə iştirak eləməliyəm. Ayın birində kimsəsiz uşaqlar üçün təşkil olunmuş deməli konsertdə çıxış eləyəcəyəm. 31-dən 1-nə keçən gecə şəhərimizin müxtəlif klublarında, müxtəlif salonlarında konsert proqramları ilə çıxış eləyəcəyəm. Reklamировали, да, по телевизору тоже показывали. Видите, вот. Mən eşitmişəm ki, siz 2 dəfə evlənmisiniz. Bu düzdür? Vay. Sizi niyə belə şeylər çox maraqlandırır? Ümumiyyətlə, bəli, mən həyatımı 2 dəfə qurmuşam. Mən elə gəlir ki, bu günlər bu məsələni burada tamaşaçı qarşısında açıqlasam, öz dilimdən eşitsələr daha yaxşı olar. Nəinki mənim haqqımda belə lazımsız şeylər danışırlar. Ola bilsin, kimsə yaxşı danışır, ola bilsin, hə, mənimdir. Kimsə pis danışır. Mən 2 dəfə ailə həyatı qurmuşam. Birinci dəfə mən ailə həyatı quranda mən hələ oxumurdum. Yəni səhnədə çıxış eləmirdim, bəli. Yəni ola bilsin ki, hardasa mənim bu addımımı biraz ola bilsin ki, düzgün qarşılamadılar. Onunla əlaqədar mənim ailəmdə bəzi çəkişmələr oldu. Lakin bir neçə illər mən necə deyərlər, səhnə fəaliyyəti ilə məşğul oldum və səhnə fəaliyyətimin ən gür bir zamanında 2-ci dəfə sevdim və ailə həyatı qurdum. İndi mənim 2 dənə balaca balalarım var, yəni sizin boyda. Amma əfsuslar olsun ki, mən bu gün onları bura gətirməmişəm. Yəni ki, mən işə gedəndə heç vaxt onları özümdən aparmıram. Вы любите говорить по телефону? У меня не бывает времени для того, чтобы говорить долгое время по телефону. Я телефоном пользуюсь сугубо для рабочих переговоров, когда ко мне звонят, куда-то приглашают, договариваются со мной о чем-то. То есть сугубо деловые разговоры. То есть сидеть часами, болтать по телефону, у меня на это нет времени. Seven yar göçen yollar, oğlan dertten saçların yollar. Çatma kaşlı yar, gözleri kumar, oğlan öper kız ne hoş olar. Çatma kaşlı yar, gözleri kumar, oğlan öper kız ne hoş olar. Gönül seven yar göçen yollar. Evlendiler, toy bayram oldu. 52 şan silinip soldu. Aman Allah ya, ne işti ki bu? Kız çevrilip raportan oldu. Aman Allah ya, ne işti ki bu? Kız çevrilip raportan oldu. 52 şan silinip soldu. Dedi gel evlen, atam oldu deyken sevindin anam. Yürekten yüreğe yol var, bir gün seversen mehabbet bir revayettir, özün bilersen. Evlendiler, toy bayram oldu. 52 şan silinip soldu. Aman Allah ne işti ki bu? Kız çevrilip raportan oldu. Güzelleşir her gün bu dönem, bülbül hisler ucalır insan. Sevgiler azar,
sözüne inan. Gel hayalın sözüne inan. Niye susursan, özünü anlatırsan, sərxoş tutursan, qəlbindən gələn hissləri nədən qovursan, həyatın mənası nədir, sən unudursan. Gönül sevənlər gökər yolar, olan dərddən saçların yolar. Что вы делали во время землетрясения? Где вы были? Хороший вопрос. Tanrının bize düçar elədiyi bu imtihanlar ki var, mən elə ki bunlar hamısı normal şeylərdir. Yəni ki bütün valideynlər də öz balalarına öyrətməlidirlər ki, bu Tanrı tərəfindən göndərilən imtihanlardır. Bunu normal qarşılamaq lazımdır. Yəni ki təbiətin hər bir bizə göndərdiyi, yəni ki yağışdır, gecədir, gündüzdür və yaxud günəşdir, aydır. Bunlar hamısı bizim həyatımızda ən mühüm rol oynayan şeylərdir, düzdür, eləmi? Yəni zəlzələnin olmağı da labüddür, zəlzələ də olmalıdır. Hər şey hamısı şirin, dadlı ola bilməz axı. Yəni bu yeməklərin içərisində biraz acısı da olur, biraz dadsızı da olur. Demək istəyirəm ki, bu imtahandan bizim xalqımız çox yaxşı çıxdı, mənə elə gəlir, hazırlıqlı çıxdı. Başqa dövlətlərə nisbətən baxanda dərhal mənə elə gəlir ki, onlar başa düşdülər ki, hansı hərəkətləri nə eləmək lazımdır, küçələrə yığışdılar. Mən bu anı sözün açığı heç hiss eləmədim, çünki mən Royal klubunun səhnəsində çalışırdım və Crazy qrupunun rəqqaslarından biri yaxınlaşıb mənə dedi ki, İlqar müəllim, siz hiss eləmirsiniz, yer-göy təyyəblənir. Mən onda mikrofonu qoydum və çölə çıxdım. Yəni ki, biraz tez-tez də, yəni qaçdım da. Почему на экранах мы вас видим только по праздникам? Mən bilmirəm bu suala necə cavab verim. Ümumiyyətlə, mənim xarakterimdə yoxdur ki, mən necə gözlərim mazol eləyim də, yəni. Mən hər dəfə efirə çıxanda, yəni ki, dəvətlər alanda çıxış edirəm ekran vasitəsilə. Heç vaxt özüm zəng eləyib, xahiş eləyib, müraciət eləmirəm. Yəni, hər dəfə dəvət alanda mən televiziya ilə çıxış edirəm, konsert proqramlarında çıxış edirəm. Ola bilsin, biraz aktiv deyiləm, ancaq ki, boş vaxtlarımda, yəni, televizorda oxumadığım anda mən öz yaradıcılığımla məşğul oluram, aranjmanlarla məşğul oluram, yeni mahnılar üzərində çalışıram. İlqar Xəyal, Ayca. mən sizi çox istəyirəm. Sizin bütün mahnılarda qulaq asıram. Eşitmişəm, sizin oğlunuz olub. İstəyirsiniz geçəndə o da müğənni olsun? Mənim oğlum olub, hə, bilirsən, 7 il bundan qabaq oldu da. İşdir da, nə bilim, oldu. Amma mən hiss eləmirəm ki, onda müğənnilik talantı var. Yəni, müğənni olmaq, mənə elə gəlir ki, valideynin müğənni olmağı, övladın müğənni olmağı üçün vacib deyil. Yəni ki, o özü həyatda hansı yolu seçsə, onu o yolla da hərəkət eləyəcək, o yolla da addımlayacaq həyatda. Bir kəlam var, deyir, məyər qəssabın oğlu mütləq qəssab olmalıdır, pinəçinin oğlu mütləq pinəçi olmalıdır. Mənim də oğlum mütləq müğənni olmalı deyil. O hansı sənəti özü seçsə, mənə elə gəlir ki, o sənətlə də məşğul olacaq həyatda. Həm də müğənnilik asan şey deyil axı. Müğənnilik 10 min nəfərdən biri bacarar, 100 min nəfərdən biri bacarar. Yəni, əgər mən müğənniyəmsə, mütləq mənim oğlum da müğənni olmalıdır. Biraz anlaşıb, mənə gəlir, düzgün deyil canım. Вы смотрели кино «Москва слезам не верит». Как вы думаете, Баку слезам верит? Mən elə gəlir ki, bizim xalqımızda ağlamaq, biraz nikbinliyə varmaq hissiyatı
çox azdır. Bizim xalqımız məğrur xalqıdır, çox qüdrətli bir xalqdır. Və hər zaman bütün problemləri, necə deyirlər, qəhrəmancasına adlayır, hər bir problemləri qəhrəmancasına, necə deyirlər, yola verir. Ancaq bu sualın yəqin ki, bir fəlsəfi mənası da var. Moskva slizam ne verir, a Baku verir slizam ili net. Sizin kimi gözəl balaları olan, sizin kimi gül çöhrəli balaları olan bir vətən heç ağlayar mı? Почему у вас так мало клипов? У меня очень мало клипов. Sarı güller. Kaçma o gözlerden, o şirin sözlerden, de kıza utanmaz sevgilim. Yani sevgilim klibi. Rafiq Babayev'in xatirəsinə həsr olunmuş klip. Dəniz tufan qəlbim ümman, tələsərək gedir zaman, gözlərini qapayır insan. Bu 3, Qara Gözlər klipi 4, Qərib Durnalar 5. Yəni mənim ona yaxın kliplərim var. Ancaq ki, əfsuslar olsun ki, bu balaca balalar üçün aktual olan kliplər deyil. Mənim kliplərim daha çox yaşlı nəsil üçün nəzərdə tutulmuş kliplərdir. Ona görə də ola bilsin ki, чтобы 11 было, я обещаю, что в 2001 году я обязательно сниму еще один клип, чтобы было 11. Хорошо. Почему вы всегда с собой берете камертон? Потому что я заранее знал, что вы меня попросите петь. Камертон — это определяющая тональность моего голоса. То есть я могу легко с помощью камертона определиться, из какой тональности я буду исполнять свою песню. То есть си, ля, до, ре. Например, вот какую ноту хотели бы, чтобы я нашел? Например, ми. Вот, пожалуйста, я вам сейчас. Ми. Вот это ми. Ми. Разрешаю смотреть. Ən kiçik yaşlı uşaqlar üçün, yəni ki, 1 yaşından 3 yaşına qədər olan uşaqlar üçün bir mahnı səslənir. Hansı mahnı sən düz dedin? Sarı gül. Sarı güllər ayrılıq gətirər, ən balaca uşaqlar üçün. Hamımız başlayırıq yavaş-yavaş göz yaşı tökməyə. Dünyada elvan renkler, güller ağlar seninle. Her gülü öz renginde, ya da salar sevenler. Eller döner günlere, güller yağar tenlere. Eller konar güllere, o günlerden. Yadıma geldi o gün, ben hasretten donanda. Görüşe geldim niye, güneşleri donda. Güneşleri günleri, aldım ellerim. Ya kadar göründü gözlerimden. Sarı güller, ömrüme düşen keder. Sarı güller, gel de gülümse.
sarı donun güneşlerini gülərəm Oraylar düşdün ya sensiz ötən gülərəm İllər keçdi yolundan Gülüm indi bilirəm Niyə kədər güldü gözlərində İndi sağollaşmaq vaxtıdır. Sizinlə mən idim Ayna və bizim qonağımız İlqar Xayal. Gələn həftə görüşərik.